Eyni zamanda dövlətimizin başçısı yeni reallıqlardan danışdı. Dedi ki, bizim qarşımızda o dayanıb ki, Ermənistan işğal dövründə, işğal ərazisində hər şey məhv edib, hər şeyi yerinə yeksan edib və hətta misal çəkdi ki, təkcə bizim şəhərlərimizi, kəndlərimizi, mədəni irsimizi belə, dini irsimizi belə məhv edib və 65 məscidin yerinə yeksan edilməsi və bunun BMT kürsüsündən səslənməsi bu həm də BMT-də əyləşən müsəlman dünyasına çox ciddi mesaj edir. Ki, bilin ki, bu məscid təkcə Azərbaycan deyil, bu müsəlman dünyasına xas olan bir deməli dəyərdir və Ermənistan ona qarşı belə bir təcavüzkar siyasət həyata keçirib. Həm də yeri gəlmişkən onu da söyləyeyim sizin efirinizdə. Bu Nürnberg prosesi oldu 45-ci ildə Alman faşizminə qarşı. Alman faşizminə çox şeydə ittiham edirdilər. Onlardan biri də o idi ki, onlar işğal etdiyi xristian ölkələrində, kilsələrdə atları və itləri saxlayırlar. Atları və itləri. Və buna görə də onlar faşistlər və onların cəzası artırıldı. Ermənilər də eyni məntiqlə onlar atları, itləri, bunlar isə donuzları və inəkləri saxlayırlar. Düzdür? Deməli, hələ Nürnberg prosesi kontekstində baxsaq da bu faşist hərəkətlərdir və cənab prezidenti deyəndə ki, məscidlər dağıdırlar. Yəni bu da hesab edirəm ki, həm də müsəlman dünyasında çox ciddi ismarız idi və nəzərə alsaq ki, dünyada bir 2 milyard müsəlman yaşayır. Dünyada müsəlman ölkələrin sahibi 57-yə gəlib çatıb. Dünyada bir 22 ərəb dövləti var. Yəni böyük bir dünyada və bunların hər birində də məscid Allahın evidir. Bu baxımdan da bu məscid mesajlarının çox böyük məna və əhəmiyyəti var idi. Sonra cənab prezident bərpa işlərinə diqqət cəlb etdi. Yəni ermənilərin dağıtdığı yerlərdə, ərazilərdə böyük tarixi qayıdış proqramını həyata keçirdik və söylədik ki, artıq 50 mindən artıq bizim soydaşımız öz ata-baba yurduna qayıdıb, orada işləyir, yaşayır, təhsil alır. Və həm də ki, bu ərazilər bərpa edilir və nəzərə alsaq ki, 2021-ci illə biz bərpa prosesinə başlamışıq və 2021-ci ildən ta 2024-cü ilin sonuna qədər bu məqsəd üçün 19 milyard manat vəsait ayrılıb büdcədən. Və 2025-ci ilin büdcəsinə baxsanız, görəcəksiniz ki, daha 4 milyard manat ayrılıb. Yəni 23 milyard manat elə təkcə 4 il ərzində Qarabağın və Şərqi Zəngəzurun bərpasına ayrılıb. Və bizim 2025-ci ilin büdcəsində bu istiqamətə, bərpa istiqamətinə büdcənin 9.6, yuvarlaq desək 10% ayrılıb. Çox böyük ciddi rəqəmdir. Təbii ki, təsəvvür edin ki, təxminən 41% sosial yönümlü büdcədir və həmin büdcənin 10% Qarabağın bərpasına, 20%-dən çoxu isə hərbi büdcəmizdir. Yəni, nə qədər ki, Azərbaycan qarşı revanşizm var, həm iqtidarda, həm müxalifətdə, həm də Ermənistan cəmiyyətində biz həmişə güclü olmalıyıq. Və bizim hərbi büdcəmiz 8.4 milyard manatdır. Dollar ekvivalentində desək, bu 5 milyard dollardır. Müqayisə üçün Ermənistanda 1.7 milyard dollardır və 70% artandan sonra bu rəqəm olub. Və başqa bir müqayisəni də deyim, 2020-ci ildə biz Ermənistana qalib gələrkən bizim hərbi büdcəmiz 1.9 milyard dollar idi. Yəni, 1.9-la qalib gəlmişik. Ermənistan üstündən 5 il keçəndə 1.7 milyard. İndi isə bizdə isə 5 milyard. Yəni, revanşistlərə özümü tutub söyləyirəm ki, bir ağlınızı başınıza yığında, yəni Azərbaycanla qarşı yenə də yekə-yekə danışanda, başınızdan böyük danışanda bir fikirləşin ki, qarşınızda hansı dövlət dayanır, hansı dövlətin lideri dayanır. Və o lider ki, beynəlxalq aləmdə çox böyük hörmətə, nüfuza malikdir və BMT çərçivəsindəki çıxışı da dünyada çox ciddi əks-səda doğurub ki, kimlər ki, Azərbaycan intiham edirdilər, məlum oldu ki, Azərbaycan imzalanan, daha doğrusu Azərbaycan paraflanan sülh müqaviləsinin bütün bazar prinsiplərinin müəllifidir. Azərbaycan sülh müqaviləsinin layihəsini hazırlayıb. Qalib gələn dövlət məğlub dövlətdən daha çox sülhdən danışır. Bax, bu reallıqlar hesab edirəm ki, dünya üçün də maraqlı idi. Və cənab prezidentin çıxışında həm də enerji təhlükəsizliyi məsələlərinə diqqət cəlb etdi və vurğuladı ki, Azərbaycan bu sahədə çox böyük təcrübəsi var. Biz artıq dünyanın 14 dövlətinə qaz satışını həyata keçirdik və bu yaxınlarda həm də Türkiyədən keçməklə Suriyaya biz qaz təminatını həyata keçirdik ki, bu da mühüm addımlardan biridir. Və Avropa ilə də bizim bu sahədə ciddi əməkdaşlığımız var və Avropanın 10 dövlətinə biz deməli qaz satırıq və onun da 8 il Avropa İttifaqı dövlətləridir. Türkiyə və Gürcüstanın çıxmaq şərti ilə biz 8 Avropa dövləti ilə də bu sahədə ciddi tərəfdaşlarıq. Və həm də cənab prezident vurğuladı ki, bugün tendensiya yaşıl enerjidir.
və külək, günəş, su elektrik stansiyaları tikintisi bizim əsas hədəflərimizdən biridir və biz COP29 tədbirinə ev sahibliyi eləmişik. Bununla da bütün dünyaya göstərmişik ki, bizim əsas niyyətimiz yaşıl enerjini genişləndirməkdir və bizim Xəzər dənizində 157 giqavatlıq yaşıl enerji potensialımız var. İşğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzurda isə 10 giqavatdır. Bir 32 dənə yeni su elektrik stansiyası işə salınıb. Biz 6.5 giqavatlıq bu sahədə müqavilə imzalamışıq. Xüsusilə Birləşmiş Ərəb Əmirliyi ilə, onun Mastar şirkəti ilə bizim çox ciddi əməkdaşlığımız var. Bu hər kəsə bəlli həqiqətdir. Xüsusilə Qaradağdakı o günəş elektrik stansiyası bu baxımdan çox mühümdür. O bütün Cənubi Qafqazda, hətta MDB məkanında ən böyük bu sahədə deməli bir layihə hesab olunur, obyekt hesab olunur. Və bütün bunları dedikdən sonra Cənab Prezident çox incə bir diplomatik bir jest etdi. Dedi ki, bütün bunlar öz yerindən hələ uzun müddət yanacaq enerjisinə dünyanın tələbatı ehtiyacı olacaq və yanacaq enerjisinə. Yəni biz də bu sahədə əsas dünyada tanınmış dövlətlərdən biriyik. Yəni biz həm yanacaq enerjisi, həm də əsas istiqamət olan, prioritet istiqamət olan yaşıl enerji sahəsində öz töhfələrimizi veririk. Və qeyd elədik ki, Azərbaycan bu günləri həm də strateji əhəmiyyətli nəqliyyat dəhlizlərinin üzərində olur. Bizim təkcə enerji təhlükəsi deyil, həm də nəqliyyat təhlükəsi nöqteyi nəzərindən çox ciddi fəaliyyətimiz var. Biz şimal-cənub, şərq-qərb nəqliyyat dəhlizlərinin əsas tərkib hissəsiyik və 2022-ci ildən üzbəri isə orta dəhlizin əhəmiyyəti artıb. Yəni Çindən əsasını götürən mallar ta Xəzər dənizi, Azərbaycan və bizdən Türkiyə, Avropa ölkələrinə deməli gediş təmin edilir və həmin vaxtdan indiyə qədər 90% orta dəhlizlə yük daşımaları artıb. Bunu vurğuladı ki, Azərbaycan bu baxımda əhəmiyyəti böyükdür. Həm də qeyd edilər ki, bizim həm də infrastruktur baxımından bizim yaxşı potensialımız var. 9 beynəlxalq bizim hava limanımız var. Xəzər dənizində ən böyük ticarət donanmamız var. Ələt beynəlxalq ticarət bizim Bilski limanımız var. Sonra bizim yük daşıma sahəsində avia fəaliyyətimiz çox ciddi potensiala malikdir. Yəni bunlar hamısı böyük potensialdır. Bizim Bakı-Tbilisi qaz dəmir yol xəttimiz var. O da bilirsiniz ki, şərq-qərb nəqliyyat dəhlizinin mühüm tərkib hissələrindən biridir. Sonra biz yük daşımaları, Ələt beynəlxalq ticari limanı yük daşımaları 15 milyon tondan ildə 25 milyon tona çatdırma hədəf seçmişik. Bu istiqamətdə konkret əməli işləri imza atırıq. Yəni Cənab Prezident o məsələləri qaldırdı ki, onlar dünya üçün əhəmiyyətli məsələlər. Bir, enerji təhlükəsi məsələləri, yaşıl enerji və yanacaq enerjisilə bağlı məsələlər, nəqliyyatla bağlı, nəqliyyat təhlükəsilə bağlı məsələlər, sülhə və təhlükəsizliyə verilən töhfə ilə bağlı məsələlər. Bunlar doğrudan da çox əhəmiyyətli məsələlər.